Deməli, növbəti nə izah eləyəcəm? 2 dəyişənli xətti tənlik. 2 dəyişənli xətti tənlik və onun qrafikidir. Növbəti izah eləyəcəyim. Deməli, bizə verilmiş funksiya 2 var idi. Əslində ona tənlik kimi də baxmaq olar. Amma tənliyi ilk baxışdan ax üstəgəl by bərabərdir c şəklində yazırıq. Bunu qrafik şəklində yazmaq mümkündür. Amma birinci tənlikdən danışaq da, tənlik haqqında məlumat verək. Bu şəkildə olan tənliklərə 2 dəyişənli tənlik deyilir. Burada ABC ədədlərdir, x, y isə dəyişəndir. Həmin bu dəyişənlərin qiymətini tapmaq, yəni əgər dəyişənlərin 2 dəyişənli xətti tənliyi doğru bərabərliyə çevirən qiymətlər cütü həmin tənliyin kökü olacaq. Yəni həmin o uyğun x, y tapmaq onların kökünü tapmaq deməkdir. Həmişə yadda saxlayın ki, bu cüt, yəni x, y həmişə bu şəkildə işarə olunur. Birinci x ümumiyyətlə həmişə hər bir nöqtənin koordinatı, 2 dəyişənli xətti tənliyin kökü, birinci x, ikinci isə y yazılır. Mütləq, yəni başqa cür ola bilməz. Sonra bu tənliklərdən əslində bu tənliyi biz qrafik şəklində yaza bilərik. Necə yazırlar onu? Y sadəcə olaraq x ilə ifadə edirlər. Ondan bir balaca danışım, məlumat verim. Deməli, belə bir şey deyə bilərəm. Buradan y tapaq. Y yəni x ilə ifadə eləyək. By qalsın sol tərəfdə, ax-ı keçirdirəm. Sağ tərəfi olacaq mənfi ax üstə gəlsi. Sonra bunun hər tərəfini b-yə böləndə, b-yə bölək, bu şəkildə yazın. Olacaq y bərabərdir mənfi a böl bx üstə gəl c böl b. Sonra qısa şəkildə bu mənfi a böl b-yə biz k, c böl b-yə isə bir dənə l qiyməti versik. Onda funksiyamız, artıq yəni tənliyimiz deyil, funksiyamız kx üstəgəl l şəklində düşür. Yəni bayaqdan xətti funksiya deyirdik ya. Elə bu da həmin bu vəziyyətə düşəcək. Yəni ona bənzər bir vəziyyətə düşür. Yəni həmin o bayaq funksiya kimi baxdığımız sonra tənlik kimi verildi. Biz onu təzədən funksiyaya çevirə bilərik. Nəticədə eyni şeydir. Sadəcə o biri var ki, funksiya kimi baxılır, biri var ki, tənlik kimi baxılır. Sonra indi həmin bunun, bu funksiyanın və yaxud tənlik kimi vəziyyətinə baxaq da daha çox. Amma yəni funksiyaya gəlmə qaydasını izah elədim. Həmin bu tənliyin bəzi mümkün halları var. Məsəl üçün b-si 0 olanda, c-si 0 olanda ondan danışaq. Belə, bəzən ax üstəgəl by bərabərdir c funksiyasında. Məsəl üçün deyirik ki, a 0-dır. A 0 olarsa sözsüz ki, bura 0-a çevrilir. Qalacaq bizdə by bərabərdir. C, y də bərabər olacaq c bölünsün b. Məsələn, belə bir vəziyyət alır. Sonra, əgər məsəl üçün b 0-dırsa, onda artıq bura 0-a çevrilir bizdə. Ax bərabərdir, c olur, x də bərabər olacaq, c bölünsün a. 2 hədd 0 olan vəziyyət ola bilər. Məsəl üçün, a 0 olsun, bir də c 0 olsun. O zaman by bərabərdir 0 olacaq, y də 0 olacaq. Və yaxud da ki, b və c 0 olsun. O zaman funksiya ax bərabərdir 0 şəklində olacaq, daha doğrusu tənlik. X də bərabərdir 0 vəziyyətinə düşəcək. Bu sadəcə olaraq onun müəyyən haldır. Bu zaman deyirik ki, x belə deyək də, burada x0 y-in qiyməti var. Burada y0 x-in qiyməti var. Burada əslində həm x, həm də y0 olur. Ona görə, yəni funksiya tamamilə başqa vəziyyət alır. Daha doğrusu tənlik.
İndi onu misal üzərində izah eləmək istəyirəm. İndi misal üzərində görəndə daha gözəl olur da. Hə, bir də nə unutdum? Xüsusi halda ola bilər ki, C yalnız 0 olsun. Yalnız C. Onda AX üstəgəl BY bərabərdir 0 vəziyyətdə olacaq. AX bərabərdir. Heç bərabərdir deyəndə ki, elə bu şəkildə qalsa yaxşıdır. Və yaxud da ki, belə də yaza bilərik də. AX bərabərdir mənfi BY də yaza bilərik və yaxud da ki, BY bərabərdir mənfi AX yazsaq daha yaxşıdır. Burada da hər tərəfin B-yə bölsün, Y bərabərdir mənfi A bölünsün BX olacaq da. Bu artıq koordinat başlanğıcından keçən funksiya şəklinə düşəcək. Sadəcə olaraq biz elə bil ki, bayaqları Y bərabərdir, KX kimi baxırdıq ona və yaxud AX kimi baxırdıq. Burada A-nın yerinə və yaxud K-nın yerinə mənfi B bölü A verib. O da hər hansı bir ədəddir də, yəni heç bir fərqi yoxdur onun. Koordinat başlanğıcından keçən bir dənə funksiya əmələ gəlir orada. Burada daha çox bu dərsdə, bu hissədə daha çox qrafik qurmaqdan suallar verilib. Qrafik qurmaq üçün də ki, məsəl üçün tutaq ki, bizə belə bir şey deyir. Tutaq ki, x üstəgəl 6y bərabərdir 0-ın deyir qrafikini qur. Burada nə edəcəyik? 6y qalacaq burada olduğu kimi solda. X-i keçirdəcəyik sağa. Sonra hər tərəfini 6-ya böləcək olacaq. Y bərabərdir mənfi x bölü 6. Və yaxud da ki, bunu belə də yaza bilərik. Y bərabərdir mənfi 6-da 1 x. Bu əslində nəticədə eyni şeydir. Bizdə belə bir funksiya alınır. Bunun da grafikini qurmaqdan ötürü sözsüz ki, x-a və y-ə qiymətlər verməliyik. X-a 0 versi y 0 olur. X-a 1 versi y mənfi 6-da 1 olur. X-a 2 versi mənfi 3-də 1 olur. Mənfi 1 versi müsbət 6-da 1 olur. Və mənfi 2 versi müsbət 3-də 1 olur. Əslində tam qiymətlərin alınmağından ötürü, yəni biraz böyük qiymətlər versəydim daha yaxşı olardı. Amma eybi yox. Bura yerləşməyə də bilər axı o. Belə. Deməli 0-da 0 olur. 1-də mənfi 6-da 1 alır. X 1 olanda, yəni y mənfi 6-da 1 olsun. Belə, hardasa belə qeyd eləyək. Mənfi 6-da 1-i yazmıram özüm, çünki qara qura düşür. 2-də də alır bu 3-də 1. 2-də alır, tutaq ki, burada mənfi 3-də 1. Sonra mənfi 1-də alır müsbət 6-da 1. Və mənfi 2-də alır müsbət 3-də 1. Belə bir qrafik alınır da burada. Belə bir qrafik alınır. Yəni, funksiyanın qrafikini, daha doğrusu tənlik verilsə belə, onun qrafikini qurmaqdan ötürü biz nə edəcəyik? Y-i x-la ifadə eləyəcəyik. Sonra burada bir hissə də var idi, deyəsən. Dərsin digər hissəsi var idi. Baxın bir dənə. Yox artıq. Bir neçə dənə misal izah edeyim gərək.